Salam, hörmətli kanal izləyicilərimiz. Bu gün mən Simansızlı qəsəbəsində mərkəzi yolun düz üzərində, mərkəzi yolun məsafəsi 10-15 metr məsafəsi olan, belə bir gözəl bir həyət yanı sahəsi olan 3 otaqlı evimizlə mən tanışdım. Rastına həyətinə maşın daxil olur. Həyəti tam daşla döşənilib. Girişləri vasıdır. Bax, buradan mən sizə bir nə görsədim. Bax, zəhmət olmasa. Buradan baxa bilərsiniz. Bax, mərkəzi yolu görürsünüz. Tam store. Bu da bizim evimizdir. Bax, tam store evimiz. 525 nömrəli marşrut xətti, bax, düz bax buradan işləyir. Yol asfaltlı, hörmətli kanal izləyicilərimiz. Evimizin fasad görünüşü, bax, bu formadadır. Şəxsi tikilidir, 3 otaqdan ibarətdir. Evimizdə yaşayış divanaj yoxdur. Həyətində həm dekorativ ağaclar, həm meyvə ağaclarına kimi mövcuddur. Burada limon ağacına kimi, lavrol üstə kimi, hamısı var da burada da. Arvunda kim var burada, bax, görə bilərsiniz. Yəni ağacdan boldu maşallah, sot yarım üzərində inşa olunmuş şəxsi tikili. Bura kladovkasıdır, balon banka maşallah, görün nə qədədir. Həqiqətən də çox qəşəng evdir və qəşəng də qiymətə satılır. Təcil olaraq, evdə nə gördünüz, hamısı evin içində qalacaq. Sol tərəfindən də yəni ağac gül əkmək üçün torpaq saxlanılır. Tənəyidir, maşallah, meynəsi qəşəngdir. Balonlara baxa bilərsiniz. Və burada əlavə olaraq burada yay mətbəxi bax burada mövcuddur. Qazı, su, işıq çəkilib hazır vəziyyətdə dörmətqan. Burada sanitar qoşağıdır burada. Qiymət. Vallah, belə baxanda mən demir, siz özünüz deyə bilərsiniz ki, bu evin qiyməti neçədir. Çünki elə bir qiymətdir ki, ağla sığmaz bir qiymətdir burada. Bu evin qiyməti minimum 80 mindən yuxarıdır. Amma təcil olaraq bu evimiz, bax, bu gördüyünüz evimiz təcil satılır. Niyə görə qiymətini demirəm ki, mən deyim, ağla sığmaz bir qiymətdir burada, ağla sığmaz bir qiymətdir. Burada, yəni paltar asmaq üçün burada qaydor yarada bilərsiniz. Ağzına üstüne açıb, sol tərəfini yarada bilirsiniz, sıxıqlarını yarada bilərsiniz. Və sol tərəfdə evimizin mətbəxidir. Bax, bu gözəl, geniş mətbəxdir. Mətbəxdir, yetərincə genişdir. Niyə görə genişdir? Yəni burada mətbəx möblindən savayı, burada soslu qobra nahar edə bilərsiniz. Qonaq otağımız, düzdür, kosmetik ehtiyacı var bu evimizə. Yaşayış yoxdur qurban sizə, yaşayış yoxdur. Yəni, həqiqətən də havayı verilir. Bu evin qiyməti, torpağın qiymətidir. Bir yataq otağı, ikinci yataq otağı, yataq otaqları yetərincə genişdir. Ümumiyyətlə evimiz 90 kvadrat ikinci sahəsidir. Bax, belə bir yataq otaqları burada mövcuddur. Yəni, xatırladım, yaşayış olmadığını görə biz evimiz sizə bəlkə də çeşici ola bilməz. Birbaşa yola baxır, bax, pəncərəsi yola baxır. Qiymətini deyəcəm sizə. Qiymət 53 min manatdır. Bu evimizin qiyməti 53 min manatdır. Sözsüz ki, real alıcılan yeni indirim olunacaq. Bu pəncərəsi birbaşa öz həyətinə baxır. Yəni, mərkəzi yolun üzərində, bax, belə bir gözəl bir evimiz 53 min manata 3 otaqlı evimiz satılır təcil olaraq. Evin içində nə gördünüz? Şkafdan tutmuş, taxtdan tutmuş, nə gördünüz hamısı qalır. Mətbəx, meyvəli, kombisi hamısı qalır dörmətqan. Evimizdə yaşayış yoxdur. Uzun müddətli yaşayış yoxdur. Yəni, ehtiyac olduğundan bu evimiz təcil olaraq satılır, hörmətli kanal izləyicilər. Mərkəzi yolun düz üzərində. İnşallah evi olmayan insanlar Allah Taala belə gözəl evlər qismət eləsin. Əlavə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmağı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə siz tanış ola biləsiniz.